Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində ənənəvi olaraq günümüzün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün dekabrın 13-üdür və dekabrın 14-ünə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti təqdim edib. Biz də həmin məlumatı sizin diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə qısa müddətdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Gündüz tədricən kəsiləcək və güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənmiş olacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz isə 4-6 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək, arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz isə 7-11 dərəcə isti olacaq. Dağlarda isə gecə 1-6 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.